Salam, şagirdlərimizin növbəti nəticələrini gəlin bölüşək. Bugün iki şagirdim Ləman Əlizadə və Əminənin nəticələrini sizlə bölüşəcəm. Demək olar ki, əsasən 11-ləri bölüşürəm, amma mənim 9-cu siniflərimdə kifayət qədər uğurludular və hətta ötən il 100 tam bal nəticəmiz olmuşdu. Məhəmməd adlı bir şagirdimizlə 95 üstü nəticələrimiz olmuşdu. Hamısını siz Instagram səhifəmdə görə bilərsiniz. İndi də gəlin sınaq nəticələrini qeyd edək ki, bu uşaqlar sabah bugün 100 bal toplayanda kimsə deməsin ki, bu necə oldu. Baxın, deməli 21-i 10-cu ay 2025. İlk, deyək ki, gördüyünüz kimi nə var burada? Nəticə 91. Sonra bir balaca bizdə axsama oldu, göstərəcəm indi. Belə ki, 26-sı 11-ci ayda bir balaca nəticəmiz nəsə aşağı düşdü, 82 oldu. Amma sürpriz qabaqdadır. Belə ki, Ləman növbəti nəticəsində, açılsa o da, növbəti nəticəsində bu cümə günü yollayıbdı. Bizə sürpriz elədi və estağfurullah. Nəticəsini, baxın, bu riyaziyyatdır, bu tədris dili Azərbaycan dilidir. Baxın, 91.18 olmalıdır. Bəli. İngilis dilidir bu. Bu, deyək ki, Azərbaycan dili, bu da riyaziyyat. Görürsünüzmü? Yenidən 91-i bərpa etdi. Ləman bizim potensial 100 ballı şagirdlərimizdən olacaq. Maşallah olsun deyək və keçək digər şagirdimizə. Deməli, Əminə Həsənova, o da 9-cu sinifdir. Onun da nəticəsini görürsünüz, 97 bal. Maşallah, Əminə də bizim 100 tam bal toplayacaq şagirdlərimizdəndir. Bir daha hər birinə uğurlar arzulayıram. Bütün balalarımızın uğurları ilə sevinək.